31. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma ordusunun yürüşünə məruz qalmış dövlətlərin paytaxtlarını müəyyən edin. Bu, Albaniyanın Atropatinadır. Albaniyanın paytaxtı Qəbələ şəhəridir. Atropatina isə Kasaka şəhəridir. Baxırıq burada. Demək, 3 Qəbələdir. 2 isə Kazakadır. Cavabımız olacaq 2-3 B variantı. 32-ci sual. Qara Yusif və Şah 1-ci İsmailin hakimiyyət dövrü üçün oxşar cəhət A variantı, Şirvanşahların tabe edilməsi. Elə düzgün cavabımız budur. Çünki Qara Yusif Şirvanşahları tabe edib 1412-ci ildə Kür döyüşündə, Şah 1-ci İsmail isə Şirvanşahları tabe etmişdi. Bəli. Elə cavabımız olacaq A variantı. Digər variantlara baxaq. B variantı, Teymurlərlə müharibə aparılması Şah 1-ci İsmailin dövründə xeyr olmayıb, amma Qara Yusifin dövründə var idi. Baş komandanın dövlətdə ikinci şah sayılması xeyr, oxşar cəhət deyil. Tiyul torpaq sahibliyinin istifadə edilməsi xeyr. Yeni ustaların əsası qoyulması xeyr. Qara Yusifdə də qoyulmayıb, amma ən qüdrətli dövrünü yaşamışdı. Qara qoyunlar. Şah 1-ci İsmaildə yeni ustaların əsası qoyulmamışdır. Şeyx Səfiyyəddin qoymuşdur 13-cü əsrdə. Sonra qədim Misir və Roma dövlətlərinə aid oxşar cəhət. Birinci baxırıq A variantına. Makedoniya İskəndərin imperiyası parçalanması nəticəsində yaranmışdır. Xeyr. Eramıza 4-cü minlikdə vahid dövrdə birləşmişdir. Bu qədim Misrə aiddir, Romaya aid deyil. Götürmürük. Eramızdan əvvəl 6-cı əsrin ikinci yarısında süqut etmişdir. Xeyr, aid deyil. 590-cı ildə, o da 6-cı əsrin 1-ci yarısına düşür eramızdan əvvəl gəldikdə. Midiya və Babil tərəfindən süquta uğradılmışdır. Xeyr, uğradılmayıb. 30-cu ildə xeyr olmamışdı Midiya və Babil tərəfindən. İşğalçı müharibələr aparmışdır. Bəli, həm qədim Misirdə, həm də Romada. Məsələn, Misirdə 1-ci Tutmos, 2-ci Tutmos, 2-ci Ramzes işğalçı güclər aparmışdır. Sonra qədim Romada isə Oktaviandır, Julius Sezardır. Bunlar işğalçı müharibələr aparıblar. Bəli. Cavab oldu Y variantı. Uyğunluğu müəyyən edin. 19-cu əsrin 1-ci yarısı, 1-ci Rusiya-Qacar müharibəsi və 2-ci Rusiya-Qacar müharibəsi, 1-ci Rus-Qacar 1804-13, 2-ci 1826-28-ci illəri əhatə eləyir. Burada da baxırıq variantlarda. Qarabağ xanlığı ilə Rusiya arasında kürəkçay müqaviləsinin bağlanması, bəli, bu aiddir. Lənkəran xanlığı ləğv edilməsi bu 1826-da aid deyil. Şəkidə xanlığı idarə etmək üçün müvəqqəti yaradılması, bəli, aiddir. Qarabağ xanlığı ləğv edilməsi bu 1822-də düşmür Rusiya-Qazara, götürmürük. Gəncə üsyançılarının Rus qarnizonları darmadağın etməsi, bəli. Naxçıvan xanlığının Rus qoşunları tərəfindən işğal olunması, bəli, bu da aiddir. Cavabımız olacaq 1-ə A, C, 2-yə də B, C, D variantı. Daha sonra baxırıq 35-ci suala. 1-ci Dünya müharibəsində iştirak etmiş Azərbaycanlı general Rusiya imperatorunun yavəri olmuşdur. 1-ci Dünya müharibəsində iştirak etmişdi. Bu ola bilər yavər olmuş Hüseyin xan Naxçıvanski. Digər variantlara baxaq. Ona nələr aiddir? Demək, Petrogradın toplarla müdafiə oluna tapşırılmışdır. Xeyr. Onun başçılıq etdiyi korpus Visla sahillərində Alman qoşunlarını məğlub etmişdir. Bəli, 1915-ci ilin mayında 2-ni götürürük. Hərbi topograf olmuşdur. Xeyr. Süvari korpusa rəhbərlik etmişdir. Bəli, 1916-cı ildə Süvari korpusun komandanı olmuşdur. 2-4. İlk Azərbaycanlı hərbi təyyarəçi olmuşdur. Xeyr. Bu da deyil. Cavabımız olacaq Y variantı. 2 və 4. 36. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycanı mədəniyyət tarixinə aid ümumi cəhət, pullu şəhər məktəblərinin yaradılmağa başlanması, bu 19-cu əsrin 60-cı illərində olmuşdur, heç aid deyil, ümumi cəhət deyil. İlk teatrın fəaliyyətə başlaması Şimali Azərbaycanda 1990-dır, əvvəllərinə düşmür, götürmürük. Qızların ilk dəfə orta təhsilə cəlb edilməsi, bu Tağıyevin tikdirdiyi qızlar məktəbinə əlaqədardır, ilk dəfə təhsilə cəlb olunurlar.
Amma Cənubi Azərbaycanda əvvəllərindən düşmür, götürmürük. Daha sonra ilk Azərbaycan qiraətxanasının açılması bu Şimali Azərbaycana aiddir. 1894-cü ildə Bakıda olmuşdur. Sonra Y variantı Azərbaycan türkcəsində qəzet və jurnalların çap edilməsi, bəli. Bu həm Şimali Azərbaycanda, həm də Cənubi Azərbaycanda var idi. Şimalda Cənubda Təzəddüd qəzeti 1917-ci ildə, şimalda isə Azərbaycan qəzeti var idi. 37-ci sual. Azərbaycan tarixinin 19-cu əsrin 60-cı illərinə aid olanları müəyyən edin. Gədəbəydə Simes qardaşlar şirkətinə məxsus misəritmə zavodunun istifadə verilməsi bu 1865-ci ildir. Ona görə götürürük. Biri Tağıyevin toxuculuq fabrikinin işə salınması bu 1900-dür, götürmürük. Nobel qardaşları şirkətinin yaradılması 1879-cu ildir, götürmürük. Bakıda şəhər özündarə haqqında əsasnamənin tətbiq edilməsi bu 1894-dür, götürmürük. Nuxada Avropada ən böyük ipək salma müəssisəsinin açılması 1860. Bunu da götürürük. Cavabımız olacaq 1, 5 və A variantı. Sonra baxırıq 38-ci suala. Təbriz şəhərinin Səfəvi dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Təbriz şəhəri olub 1101-dən 1155-ci ilə qədər. 1555-ci ilə qədər demək, Osmanlı qoşunlarının Buğur qalası yaxınlığında məğlub edilməsi bu 1554-də düşür. Ona görə götürürük. Səfəvilər qalib gəlirlər. Şərar döyüşündə Ağqoyunların məğlub edilməsi bu 1501-dir, düşmür. Niyazabad döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi bu 1583-cü ildir. Molla Səli döyüşünün baş verməsi 1578-ci ildir. Ondan sonraki hadisələrdir. Mərənd sülh müqaviləsinin imzalanması 1618-ci il. Bu da Təbriz olan dövlət düşmür. Ona görə cavabımız olacaq A variantı. Eyler-Venn diaqramına əsasən uyğunluq bəndləri müəyyən edin. Ana xaqanlığı və ata xaqanlığı. Demək, baxırıq, üzümçü və şərabçılığın mövcud olması bu aiddir Orta Tunc dövrünə, yəni Orta Tunc dövründə yaranmışdır. Ona görə də 2-yə gedir A, yəni bu düşür ata xaqanlığı dövrünə. Çünki ana xaqanlığı üst perioddan erkən Tunca qədərdir. Ata xaqanlığı artıq erkən Tuncdan başlayır, yaranmağa başlamışdır. Metallın istifadə olunması bu hər ikisinə aiddir. İnsanların əkinçiliklə məşğul olmaları, bəli, bu hər ikisinə aiddir. İbtidai maldarlığın yaranması bu aiddir ana xaqanlığı dövründə. Sonra daş əmək alətlərinin istifadə edilməyə başlanması, xeyr, bu ana xaqanlığından əvvəlki dövrdə də olmuşdur. Yəni o dövrdə başlanmayıb. Cavabımız olacaq 39-da D variantı. Tarixinə ad uyğunluğu müəyyən edin. Burada əsas diqqət etməli olduğumuz yer 17-ci əsrdir. 1. Böyük Britaniya, 2. Osmanlı, 3 də Rusiyadır. İsveçə qarşı Şimal İttifaqının yaradılmasına nail olması bu aiddir Rusiyaya. 1699-1700-cü illərdə yaradılmışdır. Rusiya, Danimarka, Saksoniya bu Şimal İttifaqına daxil idi. Demək, 3-ə getdi A. Səfəvi dövləti ilə əbədi dostluq haqqında müqavilə imzalanması bu Böyük Britaniyaya aiddir 17-ci əsrdə. Sonra dünyanın ilk sənaye dövlətinə çevrilməsi, xeyr, burada yoxdur elə bir dövlət. Şimali Amerikada ilk koloniyalarını yaratmışdır. Bu Böyük Britaniyaya aiddir. 1-ə də gedir B, D. Sonra 3-ə A getdi. Karlofitsa sülhünə əsasən geniş ərazilər itirilmişdir. Karlofitsa sülhü 1699-cu ildə olmuşdur. Osmanlı ilə Müqəddəs İttifaq arasında və çoxlu ərazilər itirmişdir Osmanlı. Ona görə də 2-yə də gedir Y. Cavabımız oldu B variantı. Məğlub edilməz armadanın məhv edilməsinin nəticəsindədir. Bu olub 1588-ci ildə İngiltərə ilə İspaniya arasında və bundan sonra artıq İngiltərin dəniz qüdrəti artmışdır. Ona görə də 41 olur B variantı. 6-cı əsrin sonlarında hakimiyyət uğrunda mübarizə nəticəsində birinci Göytürk dövləti ilə Şərqi Göytürk və Qərbi Göytürk dövlətləri parçalandı.
Çox keçmədən bu dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Lakin azadlıqsevər türklər asılı vəziyyətə barışmır, tez-tez üsyanlar edirdilər. Ən məşhur üsyanlardan biri Kürşad başçılıq eləyirdi. Mətndə bəhs edilən türklərin əsarətdən çıxmaq üçün sonraki cəhdin nəticəsində nə olmuşdur? Ağustos 9-cu ildə Kürşad üsyanı baş vermişdir. Və bundan sonra isə Qutluq xan 682-ci ildə qarşı üsyan qaldırır və burada ikinci Göyçü dövləti yaradılmışdı. 43. Xocalı işğal etməklə ermənilər məqsədlərini müəyyən edin. Demək, burada olacaq Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlük qazanmaq. Bəli, bu aiddir. Birinciyə, Naxçıvanda Azərbaycanın digər ərazilərini birbaşa əlaqəsini kəsmək. Xeyr. Dağlıq Qarabağda yerləşən əsas silah bazasını ələ keçirmək. Xeyr, silah bazası burada deyildi. Regionda yeganə mülki hava limanına malik olan mühüm kommunikasiya mərkəzini ələ keçirmək. Bəli, bu aiddir. Xocalının işğalı 1992-ci il 26 fevralda olmuşdur. Cavabımız olacaq 1-4 C variantı. Baxırıq 44-cü suala. Ön Asiyada, Qafqazda və Kiçik Asiyada hələ də müstəqil fəaliyyət göstərən iri feodal malikanələrə qarşı Ali Monqol xaqanlığı tərəfindən mübarizəyə göndərilmiş Monqol şahzadəsi Azərbaycanlı və yaxın şərqi bəzi ərazilərini istila etdi. Bu yürüşlərin nəticəsində nə baş verir? Baş verən o idi ki, burada 5-ci Monqolus yaranmışdır və Azərbaycan Ali Monqol xaqanlığının canişinlər tərəfindən idarə edilməyə başlanılmışdır. Yəni 1258-ci ildə Hülaki dövləti. D variantı olacaq cavab. Soyuq müharibə dövrünə aid olan ifadələri müəyyən edin. Soyuq müharibə dövrünə hansılar aiddir? Bir baxaq illəri ilə. Marshall Planı 1947-ci il, Polad Paktı 1939-cu il, Böyük Cəmiyyət Proqramı 20-ci əsrin 60-cı illərində bunu Lyndon Johnson tərəfindən, ABŞ tərəfindən irəli sürmüşdür bu proqram. Üçüncü yol siyasəti bu 1992-ci ildə Clinton tərəfindən olmuşdur. Yeni şərq siyasəti isə 1969-cu ilə əhatə edir. Soyuq müharibə dövründə burada düşür. Bir dəqiqə. Düşür Marshall Planı, Böyük Cəmiyyət Proqramı və Yeni Şərq siyasəti. Çünki 40-cı illərdən 90-cı illərə qədər soyuq müharibə dövrüdür. Və soyuq müharibə dövründə ilk planlardan biri Marshall Planı, ikincisi isə Truman doktrinası olmuşdur. Marshall Planı ilə Türkiyə və Yunanistanda yardım göstərilmişdir ABŞ tərəfindən. 46. Azərbaycan Xalq Cümhuriyyəti aid uyğunluğu müəyyən edin. Burada 2-ci hökumət dövrü, 3-cü hökumət dövrü və 4-cü hökumət dövrlərindən söhbət gedir. İlk öncə biz bunların ilini deməliyik. 2-ci hökumət dövrünə demək 1918-in iyun 19-undan dekabrın 7-sinə qədərdir. Sonra 3-cü hökumət dövrü dekabrın 16-sından 1918-ci il 1919-cu il aprelin 14-nə qədər, 4-cü hökumət 1919-un aprelin 14-dən dekabrın 22-sinə qədər əhatə eləyir. İndi baxaq burada cavablara. Denikin təhlükəsi ilə bağlı hərbi vəziyyətin elan edilməsi bu aiddir 4-cü hökumətə. Qarabağ General Qubernatorluğunun yaradılması haqqında qərarın verilməsi bu aiddir 3-cü hökumətə. Yaradılıb 1919-cu il yanvarın 15-də. Parlamentin yaradılması haqqında qanun verilməsi bu elə 2-ci hökumətə aiddir dekabrın 7-sində. Muğal Sovet Respublikasının ləğvi D variantı. Yaradılıb 1919-cu il mayında, ləğv olunub 1919-cu il avqustunda, cəmi maydan avqusta qədər, yəni 3 ay olmuşdur. Bakının Bakı XKS-nin qüvvələrindən azad edilməsi bu da bu hökumət dövründə düşmür. Cavab oldu 1-ə C, 2-yə B, 3-ə də A, D. 47-ci sual. 11-ci əsrin 70-ci illəri Böyük Səlcuq dövlətinin, 12-ci əsrin 80-ci illəri Eldənizər dövlətinin tarixinə aid ümumi cəhdləri müəyyən edin. Baxırıq, demək, Böyük Səlcuq dövlətinə aiddir 11-ci əsrin 70-ci illərində 1072-1092-ci 1-ci Məlikşahın dövrüdür. 1-ci Məlikşahın hakimiyyətə gəlməsi. 12-ci əsrin 80-ci illərində isə kim gəlmişdir burada hakimiyyətə? 1186-1191-ci illərdə Qızıl Arslan. Cavab nə olur? Oxşar cəhət. Hakimiyyətə yeni hökümdarın gəlməsi 1 və Türk mənşəli sultan tərəfindən idarə olunması 4 aiddir. Bir də iqtidar torpaq sahibliyinin mövcud olması 1,
3 və 4 cavabımız oldu A variantı. Azərbaycan SSR-nin 2-ci Dünya Müharibəsi dövrünə aid deyil. Bunların da illərini bilmək mütləqdir. Baxırıq. Bakı-Batım neft kəmərinin istifadə edilməsi bu 1930-cu ildir. Elə aid olmayan da elə bu olacaq. A variantı. Bakı-Culfa dəmir yolunun Mincivan stansiyasına kimi çəkilib baş çatdırılması 1940-cı ildir. Cənubi Qafqaz Müsəlman Ruhani İdarəsinin yaradılması 1944-cü ildir. Bakıda müxtəlif silah və hərbi texnikanın istehsalı bu da 2-ci Dünya Müharibəsi dövrüdür. Ərzaq və sənaye mallar verilməsinin talon sisteminin tətbiq olması bu da 2-ci Dünya Müharibəsinə düşür. 9-cu sual. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Burada baxırıq. Osmanlıların Kosovo döyüşündə qalib gəlməsi, 1-ci Muradın sultan elan edilməsi, xeyr, bu doğru cavab deyil. 1-ci Səlmi Məmlüklərin mübarizədə qalib gəlməsi, özünü xəlifə elan etməsi, bəli, bu ayət 1517-ci ildə. Ankara döyüşündə Əmir Teymurun qalib gəlməsi, 50-ci qalasının tanınması, xeyr. 1402-ci ildə Ankara döyüşü baş verib. Ankara döyüşündə Əmir Teymur Osmanlılar qalib gəlib. Amma 50-ci qalasının tutulması isə Əmir Teymurun Azərbaycana yürüşlər zamanı baş verib. Bu ayət deyil. Çirmən döyüşündə Osmanlıların qalib gəlməsi, Viyana mühasirəyə alınması. Çirmən döyüşü olub 1371-ci ildə. Viyana mühasirəsi olub 1529-cu ildə Süleyman Şahın dövründə. Bu da adiyyatı yoxdur bir-birinə. Osmanlılar tərəfindən Bursa şəhərinin tutulması bu 1329-cu ildir. Ağqoyunluların Qara dənizə çıxışını itirməsi isə bu Trabzon krallığının süqut elədi 1461-ci il. Bunlar arasında uyğunluq yoxdur. Cavabımız olacaq B variantı. Sonra 50-ci sual. Qəznəvilər dövləti ilə Ərəb xilafətinin tarixinə aid oxşar cəhət. Qəznəvilər olub 1962-1187, Ərəblər olub 630-1258-ci illərdə. Hər ikisi erkən orta əsrlərə düşür. Bəli, bu biri götürürük. Sasani ilə mübarizə Qəznəvilər dövründə olmayıb. Çünki Qəznəvilər o dövrdə Sasanilər artıq süqut edilmişdi. Sonra 2-ni götürmürük. Monqollar tərəfindən süquta uğradılmaları xeyr, aid deyil. Hindistana yürüş etmələri, bəli. Hindistana Sultan Qəznəvi də yürüş edib. Sultan Məhmud Qəznəvi Hindistana yürüş edib. Qəznəvilər dövrünə aiddir. Həmçində ərəblərdə də Məhəmməd Peyğəmbər və 4 xəlifənin dövründə Hindistana yürüşləri başlanmışdır. Həmçində Bizansa 1-4 götürürük. Cənubi Qafqazın işğal etmələri xeyr, bu da ortaq cəhət deyil. Cavab oldu D variantı 50-də. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. 51-də baxırıq. Qoriç ərazisində almanlar cəbhəni yardı. Səməd bəy Mehmandarov Rus ordusunu mühasirəyə düşməkdən xilas etdi. Bu cavab doğru deyil. Götürmürük. Daha sonra Antant ölkələri İtaliyaya bir sıra vədlər verdi. İtaliya üzvü olduğu hərbi bloku tərk etdi. Bəli, Üçlər İttifaqını tərk etdi. Dördlər İttifaqı ilə 1916-cı ildə müqavilə bağlayır. 2-ni götürürük. Düzgün variantdır. Çanaqqale döyüşləri baş verdi. Fransa, İngiltərə qoşunları Bosfor Dardanel boğazlarının işğal etdi. Xeyr, əksinə Çanaqqale döyüşündə Mustafa Kemal Atatürk başçılıq etmişdi və bu döyüşdə Osmanlı qalib gəlmişdi. Nuri Paşanın rəhbərliyi ilə Türk qoşunları AXC-yə hərbi yardım etdi. Thomsonun başçılığı ilə İngilis qoşunu Bakını tərk etdi. Xeyr, bu da doğru cavab deyil. 1914-cü ildə Marna döyüşü baş verdi. Almaniya Qərb və Şərq cəbhəsində mövqe müharibəsində aparmaq məcburiyyətində qaldı. Bəli, hətta İldırım Sətli müharibə planı da burada başa çıxmışdır. 2-5 cavabımız olacaq Y variantı. 52. Məsləklər hərəkatına aid olanları müəyyən edin. 52-də 481-529-cu illərdə məsləklər hərəkatı dövrləri əhatə eləyir. Baxırıq variantlara. Mərkəzi hakimiyyətə qarşı baş vermişdir. Bəli, 1 götürürük. 2-ci vasi hakimiyyət dövründə baş vermişdir. Xeyr. 1-ci Qubadın dövrünə geniş fürsət almışdır. Bəli, 1-3. İri feodalların mövqeyini əks etdirdi. Xeyr, əksinə iri feodalların yox, əmlakin bərabər bölünməsini istəyirdi. Manilərlə məzdəklərin fərqi də ondan ibarət idi ki, məzdəklər xeyrin şər üzərində qəlbəsinə inanırdı. Həmçində mübarizə yolu ilə istəyirdi bu hərəkatı genişlənsin, amma manilər isə mübarizə yolu istəmirdi. Yəni silahlı yolu istəmirdi. 5-ci əsrin sonlarında yatırıldı. Xeyr, 5-ci əsrin sonlarında deyil, 6-cı əsrin əvvəllərində yatırılmışdır 529-cu ildə. Cavabımız olacaq 52-də C variantı.
Xronoloji ardıcılığı müəyyən edin. 53-cü sual. Ədirnə şəhərinin Osmanlı dövlətinin paytaxtına çevrilməsi 1362. Aqra şəhərinin Moğol dövlətinin paytaxtına çevrilməsi 1526. Pekin şəhərinin Böyük Monqol dövlətinin paytaxtına çevrilməsi bu 1264 Xublay xan dövründə. Həmədan şəhərinin Eldənizlər dövlətinin paytaxtına çevrilməsi, Eldənizlərin paytaxtı Naxçıvan idi, amma 1175-ci ildə Məhəmməd Cavan Pəhləvan gələrkən paytaxtı köçürmüşdür Həmədana. Ardıcılıq belə olacaq. 1 dəqiqə. 4, 3, 1 və 2. 4, 3, 1, 2. Baxırıq 54-cü suala. 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycanda nə hadisələr baş verib? Baxaq burada hansı hadisələr baş vermişdi? Türkiyə Respublikasına güclü diplomatik dəstək alındı. Bəli, bir ayətdir. Qoşulmama Hərəkatı Təşkilatının prinsipal mövqeyi il döyüşlər dayandırıldı. Xeyr, döyüşlər davam etdirilmişdir. Düşmənin dinc əhalisinin insanpərvər münasibət başlamışdır. Bəli, amma biz bunun qarşılığını görmürük. Bərdəyə və Gəncəyə raketlər atılır. Yalnız yerli müdafiə sənayesi məhsullarından istifadə edilmişdir. Xeyr. Etnik, sosial və dini baxımdan bütövlük nümayiş etdirilmişdir. Bəli. 1, 3, 5, 54-də. 55-ci sual. 17-ci əsrin ikinci yarı Səfəvilər dövlətinin idarəçilik sistemi üçün xarakterikdir. Baxırıq 55-ci suala. 17-ci əsrin ikinci yarısı 1650-lərdən sonra. Bura aid olacaq. İdarəçilikdə irsilik prinsipinin mövcud olması bu aid idi. Vəzirlərin mərkəzi hakimiyyət tərəfindən təyin edilməsi bu da aiddir. Amma xanın qeyri-məhdud hakimiyyətə malik olması xeyr. Mahalların ali tərəfindən idarə edilməyə başlanması bu 17-ci əsrin ikinci yarısında deyil. Hələ Səfəvi dövləti yarandığı dövrdən başlamışdır. Onu götürmürük. Ərazi ştrixlənmiş dövlətin 2-ci Dünya müharibəsi dövrünə aid olanları müəyyən edin. Xəritədə ştrixlənmiş ərazi Böyük Britaniyadır. Demək buna hansılar aiddir? Baxırıq. İrana qoşun yeridilməsi, bəli. Şimali Qafqazın işğal edilməsi, xeyr. Bir götürək. Qafqazda hərbi qüvvə yerləşdirilməsi haqqında plan hazırlanması, bəli. Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi milli hökumətə qarşı Şah hökumətinin yardım göstərilməsi, bəli. Münhen konferansında Almaniyanın işğallarını dəstəkləməsi, xeyr. Cavab oldu 1, 3, 4. Müəyyən edin. Rəvvadi Vəhsudan, Əbu Tahir və Əblasvar Şavud. 57-də baxırıq. Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıya köçürülməsi bu aiddir Əbu Tahirə, yəni 1-ə B gedir. Çoxlu Oğuz ailəsinin Azərbaycan cənubunda məskunlaşması bu gedir Rəvvadi Məsudana, yəni 1-ə gedir B, 2-ə gedir A. Anların yürüşündə müdafiə olunmaq məqsədli tədbirlərin görülməsi bu Əblasvar Şavradir. Şah titulu qəbul edərək yeni dövləti yaratması xeyr aid deyil. Gəncəni Şəddadilər dövlətinin paytaxtından çevirməsi bu da olmuşdur Əli Rəşkərinin dövründə. Ona görə 971-ci ildə. Ona görə bu da aid deyil. Cavabımız oldu 1-ə B, 2-yə A, 3-ə də C variantı. İri dövlətlər beynəlxalq münasibətləri tənzimləsələr də hələ də nüfuz dairələri uğrunda mübarizə gedirdi. ABŞ bu sahədə xüsusi fəallıq göstərirdi. Bu da səbəbsiz deyildi. Çünki ABŞ dünya müharibəsində qüdrətli bir dövlət kimi çıxmışdı. Vaşinqtonda bu məsələləri həll etmək üçün keçirilən konferansda 14 dövlət iştirak edirdi. Konferansda müzakirə edilən Çində siyasət, dəniz silahlarının məhdudlaşdırılması, sularda nüfuz dairələrinin müəyyən edilməsi və digər məsələlər üzrə sazişlər, bəyanatlar və qətnamələr qəbul olundu. Haqqında bəhs edilən konferansda Çin ilə bağlı qəbul edilən iqtisadi mahiyyəti qərarı yazın. Bəli, burada ABŞ Çinə qarşı açıq qapı siyasətini elan etmişdir. 59-da haqqında bəhs edilən konferansın keçirilməsinin mənbədə verilməyən 2 məqsədini yazın. Burada ABŞ öz nüfuzunu artırmaq üçün bunu edir. Həmçinin də Versal konferansında yenidən baxılması nəzərdə tutulurdu. 60-da haqqında bəhs edilən konferansda dəniz silahlarının məhdudlaşdırılması haqqında imzalanan müqavilənin 2 nəticəsini yazın. Burada İngiltərə dəniz üstünlüyünü bölüşür digər dövlətlərlə, həmçinin Yaponiyada Sakit Okeanda ona müəyyən məhdudiyyətlər qoyulmuşdur.